Gecə növbəsi işlərindən bəhs etmək istəyirəm mən sizə yoldaşlar. 2 dənə gecə növbəsi vakansiyasından bəhs etmək istəyirəm. Biri Santortino şirkətindədir. Şirniyyat köməkçisidir. Narahat olmayın yoldaşlar. İş təcrübəsi tələb eləmir və bu xanımlar üçün deyil, kişilər üçündür yoldaşlar. Yasamalda yaşayırsınızsa sərf eləyə bilər. Çünki güclü əmək haqqı vermir, 500 manat verir. Axşam saat 10-dan səhər saat 7-yə kimidir. Belə bir işdir yoldaşlar. Bundan əlavə ofis dəstəkçisinə də ehtiyac var. Çağrı mərkəzi operatoru işi də var. Xanımlar üçündür bu. Həm axşam növbəsi, yəni növbəli iş qrafikidir. Axşam növbəsi var, bir də gecə növbəsi var. Axşam növbəsi günorta 4-dən axşam gecə 12-yə kimi. Gecə növbəsi gecə 12-dən səhər saat 8-ə kimidir. 850 min manatlıq bir işdir. Əsas şərti nədir yoldaşlar? Buna həm xanımlar da müraciət edə bilər, həm də kişilər də müraciət edə bilər. Əsas şərt nədir? İngilis dilini yüksək səviyyədə bilin. Həm şifahi, həm də yazılı. Satış və müştərilə düzgün ünsiyyət bacarınız olsun və kompüterdən baza səviyyəsində istifadə bacarınız olsun. Varsa belə bir çağrı mərkəzi operatoru işi də var. Ciddi şərti yoxdur yoldaşlar. Buna da müraciət edə bilərsiniz. Yəni ingilis dilini anladığınız üçün yüksək səviyyədə bilməlisiniz. Çünki müxtəlif aksentləri anlamaq bacarığınız olmalıdır. Yəni duruxub qalmamalısınız da, belə deyim, sadə dildə desəm. Bu işlərə də müraciət metod dəstək istəyirsə və yaxud da gecə növbəsi üzrə olan digər işlərlə də tanış olmaq istəyirsə, bir sözlə iş tapmansız çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Əcəballı kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.